Herkese salam. Yeni videoma xoş gəldiniz. Mən Nuray Hüseynov. Enerjik deyirəm. 8 saat 1-dir və mən ağlıma gələn şey aklımda kaldı və mən də onu eləməyə düşündüm. Deməli, indi isə poşetdən squishy düzəldəcəyik. Poşet gətirməyi unutdum. Amma nəysə, mənim Evet, benim burada belə stikerlarım var. Amma ki, benim burada belə içində şeyler var. Tabii ki de əslini sabahlarım düzəldəcəm, amma indi denemək istedim. Ona göre de eləyəcəm. Aslında böyle bir şey lazımdı, amma indi baxacağım. Belki de bunlardan seçtim yani bundan. Eğer bundan da squishy, baxın belə bundan çox qəşəng olar ya məncə yəni. Bundan da squishy istəyirsinizsə yorumları yazın. Yorumları bilmem açıq bıraxaram yoxsa yox. İndi isə krep gətirib gəlirəm. Evet, bunun için bize bir adet krep lazımdır, bir adet qayçı lazımdır, bir adet kağız lazımdır və yəni şəkil lazımdır, bir adet de skoç lazımdır. İndi isə biz ilk önce buradan hansısa bir şey, nəyi seçəcəksə onu şeyləyəcəm. Mən bir qarpızı seçirəm. Ya klasik o seçirəm. Bir de belə ikisini də eyni seçəcəm. Əslində bu belə başqa cür istəyirdim. Amma ki şeydir də, mənim əvvəlki squishlərimdən bir tanesini göstərdim sizə. Belə bir kutunun içine koymuşam. Bir dakika. Açılmıyor. Açtım. 3 tane böyle squish düzelteceğim ama özüm yani bu arada pamuklandı. Bunların da düzeltişini istəyirsinizsə yorumlara yazın. Arkasına da dondurma. Böyle avokado. Ve bu arada minik eləmişəm. Evet, belədir. Squishy koleksiyonu qurmaq istəyirəm. Əslində squishy ilə də oynayan zat deyiləm həqiqətən. Yəni bunları yəni heç oynatmıram. Yəni üzünü belə falan görmürəm, amma atıram da, yəni qalır ortada yəni. İndi isə bunun həm də sizə bu tavsiyə olsun. Evet, bu arada videonu beğenip like atıp yorum yazmayı unutmayın. Onu da deyip videomuza geçireyim. Bu arada çok teşekkür edirəm hər birinizə. 91 abunəçim var. Ta da 1 milyona kadar çataq. Kutlama belki elədim. 1 milyon olsa. Yani ona o sizdən. Eyni boyda gətirdim. İndi siz qısmı atmaya çalışıyorum amma tapdım. O nə tez tapdım. Düşündüm ki gec taparam. Tez eləməliyəm. Vaxtım hətta çox azdır və saat 1'dir, yəni bilirsiniz hətta onu. Təbii ki də mən bu videonu paylaşanda saat 1 falan olmayacaq. Bəlkə də axşam tərəfi falan olar. 19'da, saat 8'de falan, 9'da, 8'de, 9'da falan belə paylaşacağım bu videonu. Belə yəni. Belə kəsdim. Bunlar belə kəsirik arkadaşlar. Ben bilmiyorum niye bazı videolarımın arasında Türk dilində danışırım. Çünkü Türklere baxıram. Dostlar, ona göre. Yani tek mən olsa eləmirəm. Bütün Azərbaycanlılar yani Türk dilində danışır. Yani. Tutarım ki Ofelia Gil. Yani danışırlar. Evet.
Evet, bu video biraz uzun olabilir ama bağıştırma yani. Hiç ne olmaz yine de. Biraz buralarda çətinlik çəkəcəyik. Çox çətindir bura. Mən vaxtım azdır yəni. Əlimdən gələni qədər çatdıracağım. Olmasa bu videomu silərəm. O birisini çəkərəm də, yəni səhər duranda çəkərəm yəni. Belə. İndi bunu belə bağlayırıq. Bu şəkildə bağladıq. Bir dənə qıraqları da bağlayacaq ki, çıxmasın. Öncə bir dənə belə eləyək, belə və belə eləyək. İndi isə qıraqlarını eləyəcəyik. Mən qıraqlarını eləyəcəm, siz də like atıp abone olursunuz. Tamam mı arkadaşlar? Eski doğumlar. Kuşlar yapışıp bura. Kapa yakma. Buraya yapıştırdım. İşte belə, yəni yapışdırırsınız da, yəni belə bu şəkildə. Baxın, qıraqlarını falan yapışdırdım. İndi isə bu qədərini falan açıq bıraxıram. Və içi bu şəkildə bombalar boşdur. İndi isə bunu qoyuruq biz qırağa. Evet. Şimdi kloku biz hardasa bir belə kəsirik. O da olsa, bu arada tavsiye etsem eləyə yəni evdə. Ama tavsiye etsem, o bitsin görək, şey olacaq. Bu arada həm stres atmaq üçün daha yaxşıdır klokram, çünki səs çıxardır axı. Yəni ona görə. Yəni istəyən pambıqla, istəyən klokla, istəyən başqa bir şeylə eləyə bilər yəni. O özündən asılıdır. Evet, bu kadar bəsdir. Lazım olsa zaten başqa çəkərəm. Baxın belə oldu. Wow, ne bir şeydir. Şimdi biz bunları bunun içine dolduracağıq, ama balaca olduğuma görə bu biraz çox gəldi. Biz ondan doldururuq, amma bu balacasını qoyaq birinci. Bu şəkildə işte içine qoyuruq. Ay, bu çox çətin olacaq. Çünki çox balacadır, ona görə. Kəş mən böyüyünü eləyərdim, amma böyüyü də heç nə yoxdur da indi əlimdə. Hamısı balacadır, ona görə. Böyük şu anda əlimdə heç nə yoxdur yəni. Böyük inşallah olsun. Başqa bir videomda sizə çəkərəm. Onda mənə olar. İşte belə doldururuq. Şu anda doldurdum yarısını. Bir dənə də belə kəsirik, başqa heç nə də qoymayacağım. Çünki çox doldu. Evet, bəsdir bu qədər, yoxsa partlayacaq. Bəsdir, day. O birislər ucu açıldı. Biraz bu pis oldu, yəni kusura bakmayın. Kusuruma bakma, iş işten geçti, olamaz artık. Deyəcəksiniz gecə vaxtı bu enerjini hardan alırsan Nuray? Vallahi heç özüm də bilmirəm. Hardan alıram. Neyse. Qoyuruq. Bu hissəsini kəsək. Baxın şu anda belədir. İndi burasını da bağlayacağım. Burada skuç yoxdur, bitdi. Ay da skuç almışdı. Neyse.
Bu biraz balaca oldu ya dostlar. Buna göre oynadı bilmeyeceğim. Ne kadar patlattık Sakar bakayım. Oo, bayağı patlatmış ya. Tamam. Sırada arkadaşlar. Bir de bu hemen neler seçmiş. Çok değişik bir şeye benziyor. Sakar kaçmamız lazım galiba. Oha şuraya bakın. Evet, bunu da vurur. Böyle bir şey olamaz. Şuna bakın. Bunu da seninle beraber vurur. Şimdi tekrar ya. Of ya. Galiba arkadaşlar Vurdu. TNT videomuzun sonuna geliyoruz. Son bir tane fotoğraf TNT Bitti. vardı. Şimdi onu alacağım arkadaşlar. Sertaç bana bir tane elmas versene. Burada karpuz ve arkasında da karpuzdu. İstələdim. Bunun bu arada sabahların böyük seriyası gələcək həqiqətən. Çünki bu yəni çox balacadır. Ona görə də yəni əslində bununla da bilmirəm eləyərik yoxsa yox. Bu da çox da şeydir, belə yumuşaqdır falan. Bilmirəm eləyərik yoxsa yox. Onu artıq like sayısına görə. Neyse belə oldu. İndi yarısını sabah eləyəcəm. Onu da part 2 diye paylaşacağım. Hələlik videomuz bu kadar idi. Bu şekilde oldu. Dediğim kimi indi puanlayabilməyəcəm. Zaten sabahdan paylaşacağım yani. İkinci seriyasında sabahları paylaşanda orada puanlayaram. İndi ise videonun burada sonuna geldik. Kanalıma abone olup like atmayı unutmayın. Sizləri öpürəm. Gecə saat 1-də görürsünüz sizə video çəkirəm. Öpürəm, bay bay. Siz də abone olursunuz, like atırsınız, yorum yazırsınız. Ben sizi öpürəm. Mati Gucci. Abone olun.